Salam dəyərli müəllimlər, dəyərli namizədlər. Sizlərdən bizə gələn müsahibə ilə bağlı bəzi suallar var. Hansı ki, bu suallar ən çox bizə verilən suallardır. Həmin sualların izahını verəcəyəm. Əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, yəni ən çox müdavimlərin, müəllimlərin beynində yaranan bu suallar ki var, bu sualların izahlarını kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin. Eyni zamanda bu videonu öz yaxın həmkarlarınızla, müəllim dostlarınızla da paylaşmağı unutmayın. İndi isə başlayaq sualların izahına. Birinci sual belədir ki, müsahibə mərhələsində müsahibə götürən şəxslər hansı ixtisas sahibləridir? İlk növbədə qeyd edeyim ki, müsahibə götürənlər bəzən 3 nəfər, bəzən 4 nəfər, bəzən 2 nəfər olur. 2 nəfər adətən belə olur ki, məktəb direktoru, yəni hər hansı bir məktəbin direktorudur, hansı ki, bu Bakı şəhəri üzrə məktəbdir, iri şəhərlər üzrə məktəb direktorlarıdır. Həmin direktorlardan biri olur və digər şəxs də psixoloq olur. Daha sonra belə də ola bilər, bir tərəfdə metodist, yəni kurikulumçu, digər tərəfdə psixoloq, digər tərəfdə isə məktəb direktoru əyləşir. Bəzən ixtisas müəllimini də əyləşdirirlər, hansı ki, ibtidai, məsələn, sinifdirsə, ibtidai sinif müəllimi də həmin müsahibə götürənlər sırasında əyləşir. Yəni, hansı ki, o şəxs müsahibə mərhələsində və müəllimlərin işə qəbul müsabiqəsində yüksək nəticə toplayan şəxs olur və onu bir növ ART-nin əməkdaşı formasında təqdim edirlər və yaxud da deyək ki, Azərbaycan dili və ədəbiyyatı müəllimidirsə, yəni müsahibə götürülən şəxs Azərbaycan dili və ədəbiyyatı üzrə müsahibə götürülürsə ondan, o ixtisas sahibini qoyurlar. Kimyadırsa kimyadan qoyurlar. Bəzən bu hal baş verir, amma ən çox, daha çox hallarda məktəb direktoru və psixoloqu əyləşdirirlər. Digər tərəfdən isə belə deyək, çox hallarda rast gəlinən məktəb direktoru, psixoloq və yanında da metodist əyləşmiş olur. Yəni, bu ixtisas sahibləri olan şəxslər olurlar. Onlarda da ən çox ixtiyar verilir məktəb direktoruna. Yəni, bunu da qeyd edeyim sizə. Daha sonra ikinci sual budur ki, mən haradan biləcəyəm ki, müsahibə yekunlaşdı? İlk növbədə qeyd edeyim ki, müsahibə komissiyasının qarşısında əyləşərkən salamlaşıb əyləşəcəksiniz. Onlar da bir mədəni insan kimi sizi salamlayacaqlar və bura xoş gəldiyinizi deyəcəklər və başlayacaqlar ki, məsələn, özünüzü təqdim edin, bu formada başlayacaqlar. Bəs nə zaman yekunlaşacaq? Artıq onlar suallarını yekunlaşdırdıqdan sonra deyəcəklər ki, suallarımız bitdi, sizlə sual-cavab etmək bizim üçün xoş oldu, gedə bilərsiniz. Bax, bu formada deyəcəklər. Artıq siz oradan biləcəksiniz ki, müsahibə prosesi artıq yekunlaşıbdır və sağollaşıb həmin zalı tərk edəcəksiniz. Üçüncü sual budur ki, müsahibənin nəticəsi şəxsi səhifəyə gəlirmi? Qeyd edeyim ki, müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticəsi bu cür gəlir ki, siz uğur qazanmısınız. Konkret olaraq, məsələn, nəticə kimi 40 bala yaxın, yəni 40 baldan neçə bal toplamısınız, bu haqda heç bir məlumat gəlmir. Ola bilər ki, yəni bu il yenilik olsun, bu da gəlsin, onu deyə bilmərəm. Amma sertifikasiya imtahanında isə artıq bu nəticə onların şəxsi səhifəsinə gəlir və onlar bilirlər ki, məsələn, 40 mövcud baldan neçə bal toplamışam. Adətən 20 bal və onun üstü toplayan namizədlər müsahibə mərhələsini uğurla keçmiş hesab olunurlar. Daha ətraflı məlumatlar, yəni müsahibə ilə bağlı digər suallarınıza cavab isə digər videolarda veriləcək. Bunun üçün kanalımıza abunə olun, bildirişləri aktiv edin. Eyni zamanda videomuzu bəyənib, öz dəyərli şərhlərinizi bizə yazmağı və hansı sualların cavabını istəyirsinizsə, həmin sualları da rəy hissəsində qeyd edə bilərsiniz. Bax belə. Gələn videolarda görüşənə qədər. Hələlik.